Övşeyli formada isə Repro Omrandan tək toxunuşda ötürmək Emil Orucov. Sağ sınaqdan hücum həmləsi gələcək. Əliyevdən ötürmək gəlir. Blok. Bir dəqiqə ötürmə olur. Əliyevin zərbəsi qapı tirindən geri qaydır. Tamamilə geriyə çəkilir Əli Həsənov. Şamo. Şamodan qüvvətli zərbə gözəl refleks gəlir Ramildən. Qüdrət. İsmailovdan Əliyevə ram edə bilmədi. Topu qapı boşda. Emil və Edir Əfəndiyev. Orucov. Kamal oynadı. Kamal zərbəsi. Əli Həsənov. Diqqət. Orucov. Sağ-sağlı oynadı. Kamal və refleks yerindədir. Orucov sıyrıldı rəqiblərinə. Yaxın küncə zərbə və Əliyev. Omran. Əliyevdən qüvvətli zərbə amma. Əli Həsənov yaxın. İsmailov. Əmirov. Bitirdi topu qapı boşdur. Omran tavan pası. Orucov. Yaxın gedişlər amma ötürmə yaxşı alındı. Teş topunuzu ötürmə. Səlim. Orucov. Əliyev istiqamətini ötürməkdir. Əliyevdən bir reyd gəldi. Əliyev ötürmə. Hüseynovun zərbəsi qapının üzərinə keçir. Səlim Əliyev. Qayda pozulur. Kamilin zərbəsi. Əli Həsənov. Orucov keçdi bir rəqibli. Orucov və faul hücum davam edir. Zərbə qapı direği. Qapıya doğru zərbə və mükəmməl uzanır Ramil Mirzəyev. Əfəndiyevin ötürməsi Kamil Mahmudov və gol! Başla Samir Əmirov istiqamətində. Kamil tələsdi bir qədər. Əfəndiyev 2 nəfərin atəsində sıyrıldı zərbə və Əli Həsənov. İsmailov, ara ötürməsi, Samir Əmirovun zərbəsi və Ramil. Omran Müsənə, Omran və qapı çatından top geri dönür. Rəqsüm əmləsi Xəmsə Mehtiyabaddan, Samir Əmirov, Ramil dəf etdi, qaydan top seyirsin Əliyevdən Mehtan. Samir Əmirov, solcuna, Əliyev. Turma qarşılanır, indi isə Repro Unity'dən əks hücum əmləsi gəlir. Əliyev və gol! Səlim Əliyev 2-0. Və beləliklə final fiti səsləndirilir. Repro Unity komandası 2-0 hesabıyla Xəmsə Mehtiyabad komandası üzərinə qalib gələrək 3 xal aktivlərinə yansıdır. Və biz